Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Amma ba'd. Kehf suresi 17-18. ayələr. Allah Teala buyurur: "Ve teraş-şemse izâ tala'at tezâveru an kehfihim zâtel yemîn ve izâ garabat taqriduhum zâte'ş-şimâli ve hum fî fecvetin minh. Zâlike min âyâtillâh. Men yehdillâhu fehuvel muhted ve men yudlil felen tecide lehu veliyyen murşidâ." Əgər o zaman onlara baxsaydın, günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı şəxsə isə əsla doğru yolu göstərən bir rəhbər tapa bilməzsən. Mübarək Rahimullah, yəni burada mövzuya başlıq açaraq buyurur ki, Mövqiyül Kəhf, kəhfin yerləşdiyi yer. Sonra İbn Kəsir Rahimullah buyurur: "Və hada fihi dalilun ala anna bab hadal kəhfi kana min nahvi şimal." Yəni burada dəlil vardır ki, bu mağaranın qapısı şimal tərəfdən idi. لأنه تعالى أخبر أن الشمس إذا دخلته عند طلوعها تزاور عنه. Çünki Allah Teala xəbər verir ki, günəş o mağaraya girdiyi zaman, günəş doğduğu zaman o mağaraya girərkən meyl edir. Yəni sağa tərəf meyl edir, yəni yığılmağa başlayır. Necə ki İbn Abbas, Said ibn Cübeyr belə söyləmişdir. Və Qatadə deyirlər ki, təzəvaru ey təmilu. Təzəvar sözünün mənası, yəni meyl edir. وذلك أنها كلما ارتفعت في الأفق تقلص شعاعها بارتفاعها حتى لا يبقى منه شيء. Və bu da belədir ki, günəş üfüqdə nə qədər qalxarsa və bir o qədər də qalxdığına görə onun şüası yığılır. Yəni mağaranın içərisində olan şüası yığılır. Hatta la yabqa minhu şey inde zeval. Yəni günəş zenitdə olduğu zaman artıq onun şüasından belə bir yerdə heç nə qalmır. Fi misli zəlikəl məkan. Və lihədə qal, buna görə Allah Teala buyurur: "Və izə qarabət təqriduhum zətəş-şimal." Yəni batdığı zaman isə şimala tərəf, yəni tərk edir. Batdığı zaman isə onları tərk edib sol tərəf, yəni şimal, yəni sol tərəfə yönəlir. Deməli, mağaranın qapısı sol tərəfdən idi və batdığı zaman sol tərəfə meyl edir. Ey tədxulu ilə qarihi min şimal bəbihi. Və onların mağarasına daxil olur qapının solundan. Və huwa min nahiyetil məşriq, və o da məşriq tərəfdədir. Fədəllə alə sihhati mə qulnə, və bu da bizim dediyimizin doğruluğuna dəlalət edir. Və hədə beyyinun limən təəmmələhu və kənə ləhu ilmun bi ma'rifətil heyəti və seyri-şəmsi vəl-qamər vəl-kəvakib. Və bu da astronomiya elmini bilənlər üçün, təəmmül edənlər üçün, günəşin, ayın və ulduzların seyrini, hərəkətini düşünənlər üçün bəllidir. Və bəyanuhu, və bunun da bəyanı belədir ki, ənəhu ləv kənə bəbul qari min nahiyyəti şərqi ləmə dəxələ iləyhi minhə şeyu indəl qurub.
əgər bu mağaranın qapısı şərq tərəfdən olsaydı, batdığı zaman bu mağaraya heç nə, yəni günəşin şüası daxil olmazdı. وَلَوْ كَانَ مِنْ نَاحِيَةِ الْقِبْلَةِ لَمَا دَخَلَهُ مِنْهَا شَيْءٌ عِنْدَ الطُّلُوعِ və həmçinin qiblə tərəfdən olsaydı, gün doğduğu zaman və gün batdığı zaman heç nə daxil olmazdı. وَلَا تَزَاوَرَ الْفَيُّ يَمِينًا وَلَا شِمَالًا və kölgə də sağa və sola meyl etməzdi. وَلَوْ كَانَ مِنْ جِهَةِ الْغَرْبِ لَمَا دَخَلَتْهُ وَقْتَ طُلُوعِ بَلْ بَعْدَ الزَّوَالِ Qərb tərəfdən olsaydı qapısı, günəş doğduğu zaman daxil olmazdı. Yəni günəş şüaları orada daxil olmazdı. Deməli, günəş zavaldan sonra, zenitdən sonra və gün batana qədər ora şüası düşərdi. Fətə'inə mədəkənə artıq bununla bizim dediyimiz, yəni vacib olur. Valillahil həmd, yəni həmdə layiq olan Allah Teala'dır. Sonra Şeyx Xalid Osman buyurur ki, burada Allah Teala'nın sözü وَتَرَ الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُوا Əgər o zaman onlara baxsaydın وَتَرَ الشَّمْسَ Günəşi görərdin, günəş doğduğu zaman meyl edir. Demək, təzəvvar sözünün mənası inqibad, yəni yığılmaq mənasını verir. Yəni, və üz döndərmək mənasını verir. Fəhvə racun ilə mənəl meyl, yəni nəticədə meyl mənasına, meyl etmək mənasına qayıdır. Və qad kənə bəbul kəhv min cihəti şiməl və mağaranın qapısı sol tərəfdən idi. Fəşşəmsu ən yəminihim və günəş onların sağında idi. Gün doğduğu zaman, günəş doğduğu zaman. Və ən yəsəlihim vaxtəl qurub və batdığı zaman isə onların solunda idi. Lə təətihi min nahiyyətil cənubi tabiatil hal və belə olduğu zaman da cənub tərəfdən onlara gəlmirdi. Və lə təəti min nahiyyətil şərq və ləl-qalb bi'tibə ənə mədxəl kəhv min nahiyyətil şiməl və həmçinin mağaranın girişi sol tərəfdən olduğuna görə və şərq və qərb tərəfdən də onlara düşmürdü. فَلَوْ كَانَ مَدْخَلْ كَهْ مِنْ نَاحِيَةِ الشَّرْقِ فَهِيَ لَنْ تَأْتِيَهُمْ إِذَا كَانَتْ بَعْدَ الزَّوَالِ Əgər mağaranın girişi, qapısı şərq tərəfdən olsaydı, zavaldan sonra ora günəş şüası düşməzdi. وَلَوْ كَانَ مِنْ جِهَةِ الْغَرْبِ Qərb tərəfdən olsaydı, فَهِيَ لَنْ تَدْخُلَ عَلَيْهِ فِي أَوَّلِ النَّهَارِ və günün əvvəlində ora günəş düşməzdi. Lakin hədihi fi əvvəli və axirihi fədəllə alə ənə bəbəl kəhv ilə cihəti şiməl və günün əvvəlində və sonunda ora günəşin düşməsi dəlalət edir ki, kəhfin mağaranın qapısı sol tərəfdən idi. Vəl-məqsud ən yandır insan fi qudrətilə. Yəni, burada əsas, yəni insanın düşünəcəyi, fikirləşəcəyi, fikrini yönəldəcəyi məsələ, yəni Allahın qüdrətidir. Və mə həyyə ləhum min əmrihim min əlvanil altaf və mə nəşər ləhum min rəhməti. Yəni, Allah Teala'nın onlara bəxş etdiyi müxtəlif cür lütfü və rəhmətidir. Bunu düşünməlidir insan. Fəcəalə şəmsə tusibul kəhfə fi hədəynil vaxteyni. Yəni, günəş bu iki vaxtda mağaraya düşürdü. Adif ilə dəlikə mə qassahullahu azze və cəl min təqlibihi və əlavə də olaraq, yəni Allah Teala onların bədənləri çürüməsin deyə onları tərpədirdi. فَمَعْلُومَ أَنَّ الْإِنسَانِ إِذَا بَقِيَ عَلَى نَاحِيَةٍ وَاحِدَةٍ فَإِنَّ جِسْمَهُ يَتَضَرَّرُ Və bu da bəlli bir məsələdir ki, insan bir tərəf üzərində uzun müddət qalarsa və bədənində müəyyən zədə və yaxud zərər hasil olur. فَالَّذِي يُصَابُ بِأَمْرَاضٍ مُزْمِنَةٍ وَلَا يَسْتَطِيعُ أَنْ يَتَحَرَّكَ وَيَضْطَرُّ لِلْبَقَاءِ عَلَى ظَهْرِهِ يَحْتَاجُ أَنْ يُقَلَّبَ Və o insan ki, o xəstə ki, ağır xəstəliyə tutulub, sağalmaq xəstəliyə və arxası üstə uzanır və tərpənə bilmir və o mütləq çevrilməlidir ki, onda müəyyən yaralar əmələ gəlməsin. Lənnə hədəl insan yəkun urdə liədnəl əşyə fəl-məqsu ən təqlibə həuləl fityə litəbqa mə'u əbnəduhum məhfuza və həmçinin də yəni bunların bədənlərinin də qorunması üçün yəni onları çevrilirdi, sağa, sola çevrilirdi. Və kullu hədə mimmə nəşərəhullahu azze və cəllə ləhum min rəhməti və bütün bunların hamısı Allah Teala'nın onlara öz rəhmətindən bəxş etməsi və lütfi idi. Və idə qarabət təqriduhum zətəş şiməl
Deməli, Allah Teala buyurur ki, batdığı zaman isə onları tərk edib sola tərəf yönəldiyini görərdin. Batdığı zaman onları tərk edib sola tərəf. Yəni, qard sözü burada taqriduhum ərəb dilində şeyh buyurur ki, Şeyx Xalid Osman kəsmək mənasını verir. Taqriduhum zətə şiməl ey ta'dilu anhum və tətrukuhum. Yəni, onları tərk edərək meyl edərdi. Batdığı zaman isə onları tərk edib sola tərəf yönəldiyini görərdin. Və həmçinin burada vahum fi fecvatin min, onlar isə geniş bir yerdə idilər. Məkan muttəsə la tusibuhum şəms. Yəni baxmayaraq ki, yəni mağaranın içərisi geniş idi və bununla yanaşı, yəni günəş birbaşa onların üzərinə yəni düşmürdü. Vallahu azze və celle yasrif anhum şəms fəla taqa alayhim fatadurru əcsamahum ma annahum fi məkan muttəsə minəl kəhf. Yəni Allah Teala yəni günəşi birbaşa düşməsini onlardan çevirirdi ki, yəni bədənlərinə zərər verməsin. Halbuki onlar geniş bir yerdə idilər. Və leysəl məqsud ənə havacizəl kəhv və cəvanibəl kəhfi ət-tabiiyyə hiyəlləti mənəətəş-şəms. Yəni burada qəsd olan o deyildi ki, mağaranın yəni maniyələri, tərəfləri o günəşin düşməsinə mane olurdu. Xeyr, və innəmə imtina duxulihə və vuqu aleyhim əyət min əyətilləh. Deməli, günəşin və bu zərər verəcək şəkildə düşməməsi və xeyir verəcək şəkildə gün çıxdığı və batdığı zaman düşməsi isə bu Allah Teala'nın ayətlərindən bir ayədir. Yəni möcüzələrindən bir möcüzədir. Fallahu sarafa zalika anhu ma annahu fi makan muttasa'. Yəni onların geniş bir yerdə olmasına baxmayaraq Allah Teala günəşin birbaşa onların üzərinə düşməsini çevirmişdi. Leysəl maqsud annahum fin nahiyyətiş şimaliyyə. Yəni qəsd olunan deyilir ki, onlar şimal tərəfdə idilər, yəni sol tərəfdə idilər. Və ənə cəvanibəl kəhfil əymən vəl-əysər vəl-cəm təmnəu min duxul-şəms və isabətə li-əcsamihim. Və mağaranın sağ, sol və iki cənub tərəfi günəşin onların üzərinə birbaşa düşməsinə mane olurdu. Və lakinnəllah sarafa anhumuş-şəms bi əmrin qeyri mu'tad. Yəni Allah Teala günəşi yəni adətdə olmayan bir formada onlardan çevirmişdir. Və hədə əl-mə'nə huvəl-ləzi rəcəhu cəmaət min əhlil ilm minəl mütəqəddimin. Yəni bu mənanı keçmiş alimlərdən elm əhli olan bir dəstəsi bunu tərcih etmişdir, üstün görmüşdür. Və minəl mütəəxxirin və sonra gələn alimlərdən isə Şeyx Muhammed Əmin Əş-Şinqiti, sonra Şövkani, Zəccac bunu üstün görmüşlər bu görüşü. Yəni onların üzərinə günəşin birbaşa düşməməsi və zərər verəcək şəkildə düşməməsi Allah Teala'nın günəşi onlardan çevirməsinə görə idi və bu da özlüyündə bir möcüzədir. Və hədəl qavləhu vəcun qavi minən nazar. Həqiqətən bunun güclü, yəni araşdırma baxımından da güclülüyü vardır. Qavlə azza və cəl, bu da hardan götürülür? Dəlil olaraq, çünki ayədə keçir ki, zəlikə min əyətilləh. Bu Allah Teala'nın ayətlərindəndir. Və bundan sonra İbn Kəsir rahimehullah buyurur: "Və qad axbarallahu Teala bizəlikə və arada minna fəhməhu və tədəbbura." Yəni Allah Teala bizə bunu xəbər vermişdir və bizdən bunu başa düşməyi, tədəbbür etməyi istəyir. "Və lem yuxbirna biməkan hadal kahfi fi ayyil bilad minal ard." Allah Teala mağaranın yerin hansı bölgəsində olmasını bizə xəbər verməmişdir. İz la faidətə lənə fihi və la qasd şər'i. Çünki bunun bilinməsində bizim üçün bir fayda və şər'i məqsəd yoxdur. Və ləv kənə lənə fihi maslaha diniyyə ləərşədənəllahu Teala və Rasuluhu sallallahu aleyhi və səlləm iləyh. Əgər bu mağaranın yerinin bilinməsində dini bir məsləhət, xeyr olsaydı, Allah Teala və onun Rasulü Muhammed sallallahu aleyhi və səlləm bizi buna yönəldərdi, yəni yerini bizə bildirərdi. Fəqad qalə Rasulullah sallallahu aleyhi və səlləm, artıq Allah Teala buyurmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Mə tərəftu şeyən yuqarribukum iləl cənnəti və yuba'idukum minən-nər illə və qad a'ləmtukum bih." Sizi cənnətə yaxınlaşdırıb, cəhənnəmdən uzaqlaşdıran, yəni elə bir şeyi yoxdur ki, mən onu sizə bildirməyim.
فَأَعْلَمَنَا تَعَالَ بِصِفَتِهِ وَلَمْ يُعْلِمْنَا بِمَكَانِهِ. Yəni Allah Teala bunun vəsfini bizə bildirmiş, yerini isə bizə bildirməmişdir. فَقَالَ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُوا عَنْ كَهْفِهِمْ. Əgər o zaman onlara baxsaydın, günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini görərdin. Demək, təzəvaru, Malik Zeyd ibn Əsləmlə rəvayət edir ki, təzəvaru təmilu, zətəl yəmini və idə qarabət təqriduhum zətəl şiməli və hum fi fəcvətin min. Batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Ey fi muttəsə' minhu daxilən biheythu la təməssuhum. Yəni mağaranın içərisində geniş bir yerdə olduğunu görərdin. İzləv əsabəthum لَأَحْرَقَتْ أَبْتَانَهُمْ وَثِيَابَهُمْ قَالَ İbn Abbas. Yəni günəş birbaşa onlara dəymirdi ki, onlara zərər verməsin, bədənlərini və paltarlarını yandırmasın. Necə ki bu İbn Abbas radiyallahu anhumadan rəvayət olmuşdur. ذَلِكَ مِنْ آيَاتِ اللّٰهِ. Bu da Allah'ın ayetlerindəndir. Heytu arşədəhum Teala ilə hədəl qarilləzi cəaləhum fihi əhyə və şəmsu və rihu tədxulu aleyh fihi litəbqa əbdanuhum. Belə ki, Allah Teala onları bu mağaraya yönətmişdir. Onları bu mağarada diri olaraq saxlamışdır və günəş və külək onların yanına daxil olaraq onların bədənlərini saxlamışdır. وَلِهَذَا قَالْ ذَٰلِكَ مِنْ آيَاتِ اللّٰهِ. Və buna görə Allah Teala buyurur ki, bu da Allah'ın ayətlərindəndir, qüdrət nişanələrindəndir. Sonra buyurur ki, مَنْ يَهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ. Yəni Allah Teala kimi doğru yola yönəldərsə, o doğru yoldadır. Yəni Allah Teala'nın doğru yola yönəltdiyi kəs doğru yoldadır. Huvəl-ləzi arşədə həuləl fitə iləl hidayə min beyni qavmihim. Yəni bu yeniyetmələri, bu gəncləri qövmünün içərisindən seçərək doğru yola yönəldən Allah Teala'dır. فَإِنَّهُ مَنْ هَدَاهُ اللّٰهُ اِهْتَدَى وَمَنْ أَضَلَّهُ فَلَا هَادِيَ لَهُ. Çünki Allah Teala kimi doğru yola yönəldərsə, o doğru yolda olar, doğru yol tapar və Allah Teala'nın azdırdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Növbəti ayə, 18-ci ayə isə Allah Teala buyurur: "Və tahsabuhum ayqadan və hum ruqud və nuqallibuhum zatal yamin və zatal şimal və kalbuhum basitun zira'ihi bil wasid law ittala'ta alayhim lawallayta minhum firaran və lamulita minhum ru'ba." Gözləri açıq olduğu üçün onlar yuxuda ikən sən onları oyaq sanardın. Torpağın rütubəti bədənlərini çürütməsin deyə biz onları sağa sola çevirirdik. Onların iti də iki əlini, qabaq pəncələrini mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, yəqin ki, səni dəhşət bürüyər və qorxudan dönüb qaçardın. Və Mübarəkfur Rahimullah burada başlıq açaraq buyurur ki, onların mağarada yatması. İbn Kəsir Rahimullah buyurur: "Zəkərə ba'du əhlil ilm ennəhum ləmmə daraballahu alə əzənihim bin-nəvm ləm tantabiq a'yunuhum." Elm əhlindən bəzisi zikr etmişdir, qeyd etmişdir ki, Allah Teala onları yuxuya verdiyi zaman onların gözləri qapanmamışdır. لِأَلَّا يُسْرَعَ إِلَيْهَا الْبِلَى. Yəni onlara, yəni bədənləri tez çürüməsin deyə. فَإِذَا بَقِيَتْ ظَاهِرَةً لِلْهَوَى كَانَ أَبْقَى لَهَا. Deməli, onların gözləri qapanmamışdı, gözləri salamat qalsın deyə, yəni gözlərinə yəni o zərər və yaxud da çürümə tez üz verməsin deyə. Gözlər açıq qaldığı zaman yəni havaya məruz qalır, yəni hava toxunur, külək toxunur və o gözlərin daha uzun müddət qalmasına səbəb olur. Və lihədə qalə Teala, və buna görə Allah Teala buyurur: "Və təhsəbuhum ayqadan və hum ruqud." Onlar yatmış olduğu halda sən onları oyaq sanardın. Və qəzzək zükirə ani-zib ənəhu yanamu feyutbiqu aynan və yeftahu aynə. Və sonra İbn Kəsir Rahimullah buyurur ki, zikr olunana görə canavar haqqında, canavar yatdığı zaman bir gözünü yumur, digər gözünü açıq saxlayır.
Sonra açıq olan gözünü yumur, qapalı olan gözünü açır, özü yatmış olduğu halda. Və burada Şeyx Xalid Hafizallah buyurur ki: "Və tahsabuhum ayqadan və hum ruqud." Onlar yatmış olduğu halda sən onları oyaq hesab edərdin. Fəssərə rahimehullah bi enne a'yunuhum meftuha. İbn Kəsir rahimehullah burada təfsir verərək, izah verərək deyir ki, onların gözləri açıq idi. Və ba'dum yəqul inne zalika li kəsrati taqallubihim yetaqallabuna kəsrə. Və bəziləri isə deyir ki, onlar tez-tez sağa sola çevrildikləri üçün onları ayıq hesab edərdin. فالتقليب حاصل لكن من نظر إلى النائم وهو يتقلب هل الناظر يظن أنه مستيقظ بهذا التقلب هذا ليس بلازم. Yəni onların hərəkətinə görə, çevrilməsinə görə onları oyaq hesab edərdin. Amma bu çünki yatan insan da yəni çevrilə bilir. Onun çevrilməsi, onun oyaq olmasını gərəkdirmir. Fəmin adəti nəmi ənəhu yetəqalləb. Çünki yatan insanı, yuxuda olan insanın adətindəndir ki, çevrilir. Və innəməl-ləzi yuzann ənəhu mustayqiz huwa men kanat a'yunuhu maftuha. Yəni hansı insan yatdığı halda oyaq hesab oluna bilər? Gözləri açıq olan insan. Lənnə hədə xilaful adə, çünki gözləri açıq olduğu halda insanın yatması bu adətə, yəni adətə müxaliful adə sayılır, adətə müxalifdir. Vallahu ələm, doğrusunu Allah bilir. Və sonra yenə İbn Kəsir rahimehullah buyurur: "Və nuqallibuhum zətel yemin və zətəş-şimal." Biz onları sağ və sol tərəfə çevirirdik. İbn Abbas radiyallahu anh'a deyir ki: "Ləv ləm yuqallabu la'akalathumul ard." Əgər onlar çevrilməsəydilər, yer onları yeyərdi. Torpaq, yer onları yeyərdi. Və qavluhu və kəlbuhum basitun zira'ayhi bil vasid. Onların iti də iki əlini, qabaq pəncələrini mağaranın astanasına uzadıb yatmışdı. İbn Abbas, Qatadə, Mücahid, Said ibn Cübeyr deyirlər ki, əl-vasid sözünün mənası finə, yəni mənasını verir, yəni mağaranın həyəti. İbn Abbas isə deyir ki, qapı mənasını verir. Və qilə bis-said, said mənasını, yəni torpaq mənasını verir. Və sahih ənəhu bil-finə və daha yaxın olan, doğru olan görüş isə odur ki, həyət mənasını verir. Və huvəl-bəb və minhu qavluhu ta'ala və o da, yəni mağaranın ağzı və yaxud da qapı olan hissəsi, hansı ki orada giriş hissəsi. İnnəhə aleyhi mu'sədə, mutbaqa, muğlaqa. Deməli, bu sözdən də alınır. Yəni, onların üzərinə qapanmış olduğu halda. Rabada kəlbu aləl-bəbi kəmə cərət bihi adətül kiləb. Yəni, onların iti də qapının ağzında yatmışdır. Necə ki, itlərin adəti olaraq, adəti üzərində. Və sonra Şeyx Xalid burada vasid sözünün mənasını xırdalayır, onu izah edir. Yəni, avasid mənasında gəlir, yəni istifadə olunur. Asid, yəni vavsız da gəlir. Və ba'dun yu'abbiru bihəd və ba'dun yəqul əl-asid və ba'dun yəqul əl-vasid. Və mə cəə fi ibarət əhlərin min qavli ba'din bi'ətəbədil kəf. Və həmçinin bəziləri gətirir ki, burada mağaranın astanası və bəziləri deyir ki, mağaranın qapısında yəni it yatmışdı. Lə yuqsad ənəl kəhvə ləhu ətəbə. Yəni, bu demək deyil ki, yəni mağaranın astanası var və yaxud da mağaranın qapısı var. İnnəmə yoxsa fi mevdi'l ətəbə, yəni astana olan yer nəzərdə tutulur. Yəni qapının girişində, yəni mağaranın girişində. Av fi mevdi'l bəb və in ləm yekunil kəhv bəb, yəni mağaranın qapısı olmasa da nəzərdə tutulan, yəni mağaranın girişində, astanasında. Və lihədə ba'dum ya'tarid və buna görə bəziləri yəni bir irad gətirir, etiraz edir ki, yəni belə ola bilməz. Çünki mağaranın nə astanası var, mağaranın nə qapısı var. Vəl-məqsud huvə mevdi'l bəb və mevdi'l ətəbə. Yəni bunda nəzərdə tutulan, yəni qapı yeri və qapının astana yeri. Kəmə cərətul adətü ənəl kəlb yəcəsi fi zəlikəl məhəllil hirasə vəl bil-vasil. Necə ki, adət üzrə it, yəni qapının astanasında yatır. Yəni keşik çəkmək üçün, qorumaq üçün və burada da mağaranın giriş yerində it yatmışdı. Və sonra yenə İbn Kəsir rahimehullah buyurur: "Qalə İbn Cüreyc yahrisu aleyhimul bəb."
Yəni it onların qapıda keşiyini çəkirdi. Və hədə min səciyyəti və tabiəti və bu da itin səciyyəsi, təbiətidir. Heythu yarbidu bibabihim kəənnehu yahrusuhum. Yəni onların, yəni mağaranın qapısında yatmışdı, elə bil ki onları qoruyur. Və kəənnə culusuhu xaricul bab. Yəni onun, yəni itin oturması, uzanması, yatması qapının çölündə idi. Li'annel mələikətə la tədxulu beytən fi kəlb kəmə varad fi sahih, necə ki səhih hədisdə gəlmişdir. Mələklər it olan evə girmirlər. Şəkil olan, cünublu insan olan və kafir olan evə girmirlər. Necə ki bu barədə həsən hədis gəlmişdir. Və şəmələt kəlbəhum və barakatuhum, və beləliklə onların bərəkəti onların itini də əhatə etmişdir. Fə asabahum mə asabahum minən-nəv alə tilkəl hal, və həmin halda o itə də o yuxu iti də bürümüşdür. Yəni o müddət ərzində it onlarla bərabər yatmışdır. Və hədi faidatu suhbatul axyar, bu buradan da bir fayda ortaya çıxır. Yaxşı insanlarla, xeyirli insanlarla yoldaşlığın faydası. Fə innehu sar li hadal kalbi zikrun və xabarun və şan. Yəni belə ki, burada artıq bu itin, yəni bir növ xəbəri, dərəcəsi və yaxud da xatirəsi ortaya çıxır. Və qad qilə innəhu kənə kəlbu sayli əhədihim, və deyilənə görə onların birisinin ov iti idi və bu daha yaxın görüşdür. Və qilə kənə kəlb tabbaxil məlik, və bəzilərsə deyir ki, bu hökümdarın aşbazının iti idi. Və qad kənə vafəqəhum aləd-dini fəsahibəhu kəlbə, və dinlərində onlara müvafiq oldu həmin aşbaz və itini də özü ilə bərabər gətirdi. Doğrusunu Allah bilir. Demək, sonra Şeyx Xalid buyurur ki, və alə kulli hal hədə lə fəidətə minhu. Deməli, ümumən bu məsələlərdə, bu xırdaçılıqda bir fayda yoxdur. Vəl məqsud ənə ma'hum kəlbən, yəni əsas zikr olunan odur ki, onlarla bərabər itləri var idi. Və ba'dum təkələm alə ləvnil kəlb və ismihi və ixtiləf fi ismi, və bəzi insanlar bu itin rəngi haqqında, adı haqqında danışmışlar, adında ixtilaf ediblər. Və biz isə deyirik ki, burada bir fayda yoxdur onun rənginin və adının bilinməsində. Və huvə iştiqalu anil məqsud və mevdu'l ibra. Elə bil ki, insanın bu işlərlə məşğul olması əsas məqsəddən yayınmaqdır, yəni ibrət yerindən yayınmaqdır. Bimitli hədir umur əlləti lə əthara ləhə. Çünki yəni bu şeylərin araşdırılmasında bir ibrət yoxdur. Lakin əl-ləftəlləti zəkərəhə əl-Hafid İbn Kəthir rahimehullah ləftə ceydə. Lakin İbn Kəsir rahimehullahın yönəltdiyi bu məsələ yaxşı bir məsələdir. Fəl-kəlbu sahibahum fəvaqa'a lehu mislu hadi nevmət tavilə. Yəni İbn Kəsir rahimehullah gətirir ki, it onlara yoldaş olduğu üçün onlarla bərabər bu uzun müddət, yəni çürümədən qalır. فإذا كان الكلب وهو بتلك المنزلة السافل المنحطة قد استفاد من صحبة الأخيار فما بالك بغيره. Əgər it bu dərəcədə, aşağı dərəcədə olan bir heyvan yaxşı insanların yoldaşlığından faydalandısa, onda başqaları necə? Əgər it belə faydalanıbsa, itə onların bərəkətindən hasil olubsa və digərləri də yoldaşlıq edərsə, onlara da bu faydadan düşür. Fəinnəl insənə bi sohbəti lil əxyar yenəl minəl xeyri mə lə yaxduru ləhu alə bəl. Çünki insanın xeyirli insanlarla yoldaşlıq etməsinə görə ağlına gəlməyən xeyirlər əldə olunur və ona nail olur. Yenə İbn Kəsir rahimehullah buyurur: "Və qavluhu Teala, Allah Teala'nın sözü: "Ləv ittala'ta aleyhim levalleyte minhum firaran və lemuli'te minhum ru'ba." Əgər sən onları bu vəziyyətdə görsəydin, yəqin ki, səni dəhşət bürüyər və qorxudan dönüb qaçardın. Ey ənəhu Teala əlqa aleyhim əl-məhəbə. Yəni belə ki, Allah Teala onların üzərinə bir heybət salmışdır. Biheythu la yaqa'u nazaru ahadin aleyhim illə həbə. Yəni bir kimsə onları görsəydi qorxardı. Limə ulbisu minəl məhəbəti və zu'ur. Yəni onları bürüyən bu heybətə görə, bu qorxuya görə. Ləəllə yədnu minhum əhəd. Yəni heç kəs onlara yaxınlaşmasın deyə. Və lə təməssəhum yədu ləmis. Və heç kəsin əli onlara toxunmasın deyə. Həttə yəbluğal kitabu əcələ və tanqadiyə raqdatuhum əlləti şəə təbarəkə və tealə fihim. Yəni o müəyyən bəlli olmuş müddət başa çatana qədər və Allah Teala'nın onlar haqqında istədiyi müddət bitənə qədər.
Limə ləhu fi zəlikə minəl hüccə vəl hikməl bəliğə. Çünki bunun özündə də bir hüccət və uca bir hikmət vardır və geniş bir rəhmət vardır. Və yenə bundan sonra Şeyx Xalid Osman Hafizallah deyir ki, Ləv ittala'te aleyhim ləvəlleytə minhum firaran və ləmuli'tə minhum ru'bə. Yəni bu ayə haqqında İbn Kəsirin sözünü gətirir. Deyir ki, Allah Teala onların üzərinə bir heybət salmışdı və onları kim görsəydi qorxardı. Yəni çünki onları bu cür onlara verilən bu heybətə, qorxuya görə heç kəs onlara yaxınlaşmasın və heç kəs onlara toxunmasın deyə. Allahu təbarəkə təala amma anhum absaran nas falam yasul ileyhim asla. Yəni Allah Teala insanların gözlərini onlardan çevirmişdi. Heç kəs onlara əslən çatmamışdı. Və illə fələv ra'ahumun nas və ra'ahum vahidun və zəhaba və akhbaran nas. Çünki insanlar onu görsəydi və yaxud insanlardan biri onu görsəydi, gedib xəbər verərdi və beləliklə insanlar toplaşardı onlara baxmaq üçün. Fələysətil qadiyyə vallahu aləm min əcli ən la təməssəhum yəd ləmis fənnəsum mə rəauhum həttə nəqul tərəkuhum fəzən. Yəni doğrusunu Allah bilir. Yəni heç kəs toxunmasın deyə yox, sadəcə insanlardan heç kəs onları görməmişdi. Nəinki biz deyək, onları qorxaraq tərk etmişdir. وَلِذَلِكَ لَمَّا وَقَفْ عَلَى أَمْرِهِمْ فِي مَا بَعْدِ اجْتَمَعُوا وَقَالُوا. Çünki bundan sonra insanlar onları gördükdən sonra dedilər ki, biz bunların üzərində səcdəgah quracağıq, tikəcəyik. فَقَوْلُوا لَوْ اِطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا. Onda, yəni bu ayə, əgər sən onlar bu vəziyyətdə görsəydin, yəqin ki, səni dəhşət bürüyər və qorxudan dönüb qaçardın. ربما يكون لما كانوا عليه من هذه الآية التي ذكرها الله عز وجل فعيونهم مفتوحة وهم في حال من الاستغراق والنوم. Yəni onların bu halına görə, onlar yatmış olduğu halda gözləri açıq, dərin yuxuda olduğu halda və həmçinin onları heybət bürüdüyünə görə və bundan başqa Allah Teala'nın bildiyi şeylərə görə sən onları görsəydin, qorxub qaçardın, səni dəhşət bürüyərdi. Və min əhl-i ilmən qal innə dəlik bisəbəbi təğayyür əhval min tulu'u şəb. Yəni elm əhlindən bəziləri isə demişlər ki, nəyə görə qorxub qaçardın? Yəni onların saçları və dırnaqları uzandığına görə, çünki bu uzun müddət 309 il onlar bu mağarada yatmışlar və bu illər ərzində insanın saçına qədər olar, onun dırnaqlarına qədər uzanar. Keyfə təkun lihiyyətu və saqqalı və bığları nə qədər olar? Lakin həl kənət əcsəm tənmu fi hədil müddə aslan. Amma sual ortaya çıxır ki, bu müddət ərzində onların saçı, saqqalı bu qədər uzanmışdırmı? فلو أن هؤلاء بعد الاستيقاظ بعد 309 سنوات وقاموا ولحهم بيض وهم في هيئة من عاش هذه المدة فعلا فلماذا لم يفسعوا. Əgər bu 309 ildən sonra onlar oyandıqları zaman onların uzun saqqalı, ağarmış saqqalı olsaydı, onlar bir-birlərini görüb qorxardılar. Fəzahirul ayə və siyah ənədən ləm yəhsul minhu. Amma ayənin zahirinə baxanda, yəni bu cür qorxmaq onlardan hasil olmadı. Yəni bu təəccüblənmə hasil olmadı. Bəl ləm ya'riful muddəlləti bəqavhə həttə innə ba'dahum qal ləbitnə yevmən əv ba'da yevm. Hətta onlar qaldığı müddəti bilmədilər. Hətta bəziləri dedi ki, biz bir gün və yaxud günün bir hissəsini qaldıq. Fələv ra'al vahidu fihim ennə şəvaribə əmtar, əv lihiyyətə əmtar, əv şa'rəhu lərubbəmə yəbluğ əşrətil əmtar ləstəqrəbə və xaf. Əgər onlardan biri bığların bir neçə metr və həmçinin saqqalının bir neçə metr olduğunu və saçının daha uzandığını, 10 metrə qədər çatdığını görsəydi, təəccüblənər və qorxardı. Fəlləzi yəzhər ennəhum qamu bi nəfsil heyə və zann ennəl mədinətə yəl mədinə. Yəni zahir olan odur ki, onlar oyandıqları zaman yatdıqları formada idilər və elə zənn edirdilər ki, şəhər həmin şəhərdir və pul vahidi də həmin pul vahididir. Və ənnən nəs humun nəs və ləzəlu və elə zənn edirdilər ki, insanlar da həmin insanlardır və ona görə dedilər ki, innəhum in yadharu aleykum yarcumukum əv yu'idukum fi millətihim və lən tuflihu edən əbədə. Və dedilər ki, əgər onlar sizi görsələr, insanlar sizi görsələr, sizi daşqalaq edərlər və yaxud da öz dinlərinə qaytararlar və onda siz heç vaxt
xoşbəxt olmazsınız. Fələ yuqal an yakun hasal lahum tagayyur. Və ona görə də yəni bu məsələ, yəni onların halının dəyişilməsi dərk olunmur. Yəni zahir deyil. Mimma yahsul insan adat hinəm yanu fi hadhihi muddə الطويلة ولم يحصل لهم استغرام من هذا ولم يدرك أنهم جلسوا مدة طويلة. Yəni onların təəccüblənməməsi bir-birlərini görüb, yəni açıq aydın dəlildir ki, onların halı dəyişməmişdir. وَلِذَلِكَ ذَهَبُوا إِلَى الْمَدِينَةِ بِاعْتِبَارِ أَنَّهَا كَمَا تَرَكُوا. Və ona görə onlar şəhərə getdikləri zaman yemək almaq üçün, yəni elə zənn edirdilər ki, həmin şəhərdir, onlar yəni mağaraya gəldikləri zaman tərk edib qoyub getdikləri şəhərdir. وَلَوْ كَانُوا فِي هَيْئَةٍ أُخْرَى لَكَانُوا بِحَاجَةٍ إِلَى إِصْلَاحِ الْحَالِ. Əgər onların halı dəyişmiş olsaydı, onlar üst başlarına fikir verməli, düzən verməli idilər. Bəl qad yefsa'una hum min anfus. Hətta onlar bir-birlərindən qorxardılar. Vallahu azza və cəl alə kulli şeyin qadir. Yəni Allah Teala hər şeyə qadirdir. Yəni daha zahir olan odur ki, onlar 309 il yatdıqları halda, yəni onların halı belə dəyişilməmişdi, yatdıqları kimi idi. Yəni Allah Teala hər şeyə qadirdir. Hətta ki, burada şeyh misal gətirir. Bəzən yəni qadın ana bətnində 4 il və 5 il yəni rüşeymi daşıyır və uşaq doğulduğu zaman elə bir ki 9 aylıq uşaq kimi dünyaya gəlir. Yəni belə bir hadisə olub tarixdə 3 il, 2 il və 9 il və yaxud 5 il ana bətnində olub və sonra doğulduğu zaman 9 aylıq uşaq kimi dünyaya gəlir. Bununla kifayətlənir. Allah Teala istifadələr etsin. Və həmçinin bir şey qeyd etmək istəyirəm ki, yəni biz ayələri az-az götürürük və burada əzbərlənmək istəyənlər üçün də böyük bir fürsət var. Hər dəfə götürdüyü zaman əzbərləyərsə və mənasını anlayaraq, başa düşərək, inşallah ki, böyük fayda əldə edənlərdir ona. Sadəcə oxumaq yox, bununla yanaşı əzbərləmək. Çünki elm iki şeylə əldə olunur. Əzbər və bir də başa düşmək. Əzbər və əzbərləmək, başa düşmək. Bunlardan biri olmasa elm sayılmır. Allah Teala iştifadan etsin. Sallallahu əleyhi və səlləm və alə alihi və sahbihi və səlləm.